Hər birinizi salamlayıram, xoş gördük, əziz və dəyərli kanal izləyiciləri, əziz 9-cu siniflər. Bu videom xüsusilə sizlər üçündür. Həm məlumat xarakterli, həm də bir növ dəstək məqsədli videodur. Videoya keçməmişdən qabaq qısa bir məlumat vermək istəyirəm. Bugündən etibarən bizim 9-cu siniflər üçün dəstək məqsədli ödənişsiz WhatsApp qrupumuz fəaliyyətə başlayır. Bilənlər bilir, mən 11-ci siniflər üçün demək olar ki, keçən ilə qədər hər il dəstək məqsədli WhatsApp qrupu yaratmışam və bir çox şagird ondan yararlanıb. Təbii ki, bu bizim üçün müəllim olaraq çox xoş bir haldır. Tək ki, sizin nəticəniz, sizin uğurunuz ürəyiniz istəyən kimi olsun, hər şey sizin ürəyiniz istəyən kimi olsun. İndi isə bu il inşallah 9-cu siniflər üçün dəstək məqsədli bir WhatsApp qrupu fəaliyyətə başlayır. Əziz şagirdlər, qoşulmaq istəyənlər üçün və bir də qeyd edirəm ki, ödənişsizdir təbii ki. Qoşulmaq istəyənlər videonun aşağısında linkə asanlıqla klikləyərək qoşula bilərsiniz. Əgər qrupa qoşulmaqda çətinlik çəksəz, burada gördüyünüz nömrə ilə WhatsApp ilə yazın, xahiş edirəm. Zəng etsəz bəlkə uyğun olmaya bilərik, ancaq WhatsApp ilə yazdığınız təqdirdə qrupa qoşula biləcəksiniz. Qrupdan necə yararlanacaqsınız? Bir, sınaqlar, yəni kütləvi sınaqlar atılacaq qrupa. Oradan işləyərək biliyinizi daha da formalaşdıra biləcəksiniz əziz şagirdlər və onu da qeyd edeyim ki, mümkün qədər çox sınaq işləyin. Ki canlı dərslər, bəzən bizim ara-sıra canlı dərslərimiz olacaq, qoşulacaqsınız, qrupa link atacaq, qoşulacaqsınız, yararlanacaqsınız. Məsələn, ola bilər ki, çətinlik çəkdiyiniz, tutaq ki, funksiya bölməsi, məsələn, kub paralelipiped bölməsi deyək və yaxud məsələn, fırlanma, onlar nisbətən düşməyə bilər. Məsələn, tutaq ki, deyirəm, fiqurların sahəsi olsun. Tutaq ki, bir 3 mövzunu birləşdiririk, əziz şagirdlər. Onlardan bir dənə canlı dərs hazırlayırıq. Qoşulursunuz, yararlanırsınız. Motivasiya və dəstək videoları. Həm motivasiya xarakterli videolarımız olacaq sizlər üçün. İmtahana 10 gün qalmış, 1 həftə qalmış, 3 gün qalmış və s. Və bir də belə dəstək videoları qrupa atılacaq. Yəni, bu qrup ümumiyyətlə sizlər üçün çox əhəmiyyətli olacaq. Özünüz effektini görəcəksiniz. Yenə də qeyd edirəm, ödənişsiz şəkildədir. Yəni, heç bir ödəniş tələb olunmur. Tək yararlanın, nəticəniz mükəmməl olsun və salam, kifayət eləyir. Birinci hissəsidir, əziz şagirdlər. Bir də qeyd eləyirəm, uzun-uzadı danışmaq istəmirəm. Link ilə, videonun aşağısında olan link vasitəsilə qoşula bilərsiniz qrupa. Xeyirli uğurlu olsun. İmtahana hazırlaşan, əziyyət çəkən hər bir şagirdə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey yaxşı olar. Sadəcə və sadəcə abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Əziz şagirdlər, onu da qeyd edeyim ki, bir dənə bu hissəyə fikir verin. Bir dəqiqə əziz şagirdlər, bir dəqiqə. Ekranda gördüyünüz kitab mənim 9-cu siniflər üçün xüsusilə hazırladığım kitabdır. Kitab bütün kitab evlərində var. Maraqlanıb əldə edə bilərsiniz, yoxdursa sifariş verə bilərsiniz. Kitabda görürsünüz nələr var. Bir də qalıb işləmək möhtəşəm kitabdır. Şagirdlər, ətraflı yazı ilə bilinən suallar, buraxılış tipli sınaqlar və ötən illərin qəbulları. Qiyməti 12 manatdır. Gördüyünüz mənim digər kitablarımdır. Göy 11-ci siniflər üçün, blok imtahanına hazırlaşanlar üçün mükəmməl kitabdır. 50 sınaq, buraxılış imtahanları üçün bu sarı rəngdə gördüyünüz kitab, bu kitab 11-ci siniflər, 10-11-ci siniflər üçün mövzu sınaqlarıdır. Axırıncı isə bizim model, müəllimlərin işə qəbulu və sertifikasiyasına hazırlaşan müəllimlər üçün mükəmməl kitabdır. Onlar sizə aid deyil, sizə aid olan hissə budur. Əldə eləyərək yararlana bilərsiniz. Keçək indi əziz şagirdlər, dəstək məqsədli olan, qəbula düşə biləcək, düşmə ehtimalı daha çox olan suallara. Təbii ki, siz demək olar ki, proqramı bitirmək üzrəsiniz və ona görə də hər yerdən sual gələcək. Videonu saxlayıb özünüz işləməyə çalışın. Bilməsəniz zaten mən izah eləmiş olacağım. Hər birinizə uğurlar əziz şagirdlər. Hər hansı bir dəstək, hər hansı bir motivasiya, kömək, dərs barəsi, misal barəsində və yaxud digər motivasiya üzrə hər hansı bir çətinliyiniz olsa, mən İlxan müəllim hər zaman qulluğunuzdayam. Ola bilər ki, mesajlarınıza məsələn həmin an cavab verməyə bilərik dərslərimizin çoxluğu ilə bağlı. Ancaq sizə köməklik olunacaq.
Hər birinizi uğurlar. Keçək videomuza. Sualları kitabımızdan seçmişəm əziz şagirdlər. Diqqətlə baxın. 3 ardıcıl cüt natural ədədin cəmi. Əkob bu ədədlər olarsa, bu ədədlərin kiçiyi ilə böyüyünün cəmini soruşur. Ümumiyyətlə şagirdlər 3 ardıcıl cüt natural ədəd. Biri n olsun, cüt dediyi üçün ikincisi n plus 2, növbəti olsun n plus 4. Sən belə düşünün də 6, 8, 10 formasında. Bunların əkobu 39, 3-ə böldük 13, 13, 13-ə 1, 65. Həm bu sualda əbəb əkobu təkrarlamış olur. 5-ə böldüyümüz zaman 13, 13-də 13-ə ixtisar 1. 4-ü 2-yə böldük 2, 2-də 2 yerə 1. Əkob tapan zaman böyünü götürdük, özündə olmayanlara vuraq. Deməli, bir dənə 3'ü yoxdur, 2 dənə də 2'si yoxdur. Bu da 780. Deyir ki, 3 ardıcıl cüt natural ədədin cəmi, yəni yuxarıdakı ədədlərin cəmi toplasaq eləyəcək 3n plus 6 bərabər 780. Şəriqdə bu tənli işləyirsiniz, artıq buradan n tapılır. N tapılandan sonra olur ən kiçiyi. Gətirib üzərinə 2 gəlsəz ortancıl, üzərinə 4 gəlsəz olur ən böyüyü. Bu birinci sual. İkinci suala baxın. Tənasübün, yəni bu sualı qeyd alıram. Tənasübün orta ədləri, ümumiyyətlə tənasüb düzəldirəm. A böl B bərabərdir C böl D. Xatırlayaq, tənasübün orta ədlərinin hasili, yəni B vur C, bərabərdir kənar hədlərin hasilinə. İki nisbətin bərabərliyini isə tənasüb deyilir. Tənasübün orta ədlərinin kvadratları cəmi, yəni B kvadratı plus C kvadratı bərabərdir 24. Kənar hədlərinin hasili, yəni A vur D, o da aydın məsələdir ki, B vur C-yə bərabərdir, bərabərdir 6-ya. Orta hədlərin cəmini tapın, yəni B üstəgəl C-ni bizdən soruşur. Şagirdlər, deməli mən yuxarıdakı bu gördüyünüz müxtəsər vurma düsturunu tətbiq edəsəm, B plus C-nin mötərizə xaric kvadratı minus 2BC. Yəqin bu düsturu xatırlayırsınız. Bunu belə də yazmaq olardı. B minus C-nin kvadratı plus 2BC yazmaq olardı. Yəni hansı cür misala görə dəyişir. Yəni istifadə edəcəyimiz üsul dəyişə bilər. Mən bu formada açıram bunu. Bərabərdir 24-ə. Yuxarıda verilibdir. Baxın, elə budur da verilibdir. Yəni bax bu verilib. İndi mən B üstəgəl C-nin kvadratına dəymirəm. Bərabərdir. Olacaqmı? 24 üstəgəl 2BC. BC-miz yuxarıda 6-dır. 2 dəfə 6, 12 topladıq. Edir neçə? 36. Bizdənsə B plus C bərabərdir nəyə? 6-ya. Yəni müsbət 6 götürür. Çünki hədlər natural ədədlərə daxildir. Bu daxildir işarəsidir. Daxildir n. Yəni cavabımız oldu 6. Belə bir sual idi. Növbəti. Şagirdlər çalışın, özünüz işləyin, videonu saxlayıb. Bilməsəz həllinə baxarsınız və elə də çətin olmayan sualları seçirəm, fikir verirsinizsə. Ona görə ki, təbii ki, ağır suallar, çətin suallar da olacaqdır, təbii ki. Lakin ümumiyyətlə buraxılış imtahanında çox çətin sual düşmür. Bir neçə dənə ətraflı yazı tələb olunan bir qədər çətinliyi artırılmış sual olur. Lakin deyərdim ki, 18 dənə, 17 dənə çox asan sual düşür. Yəni normal hazırlaşan şagird bunların hər birini yazır. Üçüncü sual. 11-dən 15 dəfə kiçik olan, yəni 11-dən 15 dəfə kiçik olan bizə dövrü kəsir lazımdır. Saf dövrü, qarışıq dövrü. İndi yoxlayırıq. 11 15-ə bölünməz, amma 110 bölünər. 0 yerləşir 7 dəfə. Eləyəcək 105. 5 50-də yerləşir 3 dəfə. 45, 5, yenə 50-də 3 dəfə. Görürsünüz, artır. Bu da 0,7 ilk təkrarlanan ədəd dövrə düşür. Yəni olur bu şəkildə. Bu da qarışıq dövr-onluq kəsirdir. Şagirdlər 21 nömrəli suala baxın. Bu 4-cü sualımızdır. Deyir 53 dərəcə. Bir dəfə buraxılış imtahanına düşə bilər. Düşən modeldə sualdır bu. Deyir ki, bunun qonşu bucağını tapın. Şagirdlər, biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Və onu da bilməliyik ki, 180 dərəcə
bərabərdir 179 dərəcə 59 dəqiqə 60 saniyə. 60 saniyə 1 dəqiqədir. Üzərinə əlavə olundu. Oldumu? 60 dəqiqə. 60 dəqiqə 1 saatdır. 1 saatda 1 dərəcədir. Üzərinə əlavə olundu, oldu 180 dərəcə. Yəni mən bundan çıxmalıyam məşahidlər nəyi? 53 dərəcə 46 dəqiqə 73 saniyə. İndi diqqətlə fikir versəz, 60-dan 73 çıxmaq olmur. Ona görə də mən bunun 60 saniyəsini 73-dən 60 saniyəni götürdüm, 13 saniyə saxladım. Onu bunun üzərinə əlavə elədim. Yəni 60 saniyə 1 dəqiqə idi. 46 üstə də 1 gəldim, oldu 47 dəqiqə. Bax indi alt-alta çıxmaq olur. Bu elədi 47. Bu elədi 12 dəqiqə, saniyə. Bundan da bunu çıxanda 6, 2, 126 dərəcə, 12 dəqiqə və 47 saniyə. Çoxluqlarla bağlı 3-cü suala baxın. Bu da bizim neçənci sualımız? 5-ci sualımız olsun. Deməli şagirdlər, A-B-nin, B-C-nin, o da D-nin alt çoxluğudur. N-ay 10'dur, 20'dir, 30'dur və bu da 40'dır. Deyir ki, A birləşir, təbii ki, burada N-adır, birləşir A ilə D-nin hər ikisinin birləşməsi. Fikir versəniz əgər A birləşir, A ilə D-nin birləşməsi ilə A, bu da D. Yəni alt çoxluq necə idi? Bax, belə deyək də, məsələn, can sözü Azərbaycan sözünün alt çoxluğudur. Yəni can bunun tərkibində var. Və əgər A çoxluğu D çoxluğunun alt çoxluğudursa, bunu Eyler-Venn diaqramı ilə də göstərmək olar. Baxın, əziz şagirdlər. Bəlkə düşər. Deməli, burada ən kiçik hansıdır? A. Baxın, bu A'dır, bu B'dir, bu C'dir, bu da D'dir. Bu şəkildə. İndi can sözü Azərbaycan sözünün alt çoxluğudur. Deməli, A, yəni 10 dənə element D-nin tərkibində var. Deməli, bunun birləşməsi ilə 40'dır. A da 10 idi. 10 ilə 40'ın birləşməsi yenə 40'dır. Deməli, mən 40'ın üzərinə gələcəm. İndi bu hissəyə baxırıq. Kəsişməyə. B ilə C-nin kəsişməsi. 20 dənə. Bu da C-də 30 dənə. Yəni, C-dəki 30 dənə elementin içində 20 dənə var. Yəni, baxın, elə buradan da görsənir. Var. Aydın olur da yəqin ki. Yəni, 20 dənə element C-nin 30 dənə elementin tərkibində var. Çünki bunun alt çoxluğudur. Deməli, kəsişəndə elə B olacaq. Yəni, 20 dənə olacaq. Yəni, bunların cəmi də eləyir 60. 4-cü suala baxacağım. 4-cü sual demək olar ki, bizim neçənci sualımızdır? 6-cı sualımız. Demək olar ki, hər ildə olmasa, hətta deyərdim ki, hər il buraxılış imtahanlarına gələn sual. Bax, bu sual, tipli suallar, kəsr hissə, tam hissə modelləri, yəni buna aid suallar gəlir. Çox diqqətli olaq. İzah eləyəcəm bax bu hissəni. Deməli şagirdlər, bax mənfi 2,9 ədədinin kəsr hissələri, ədədlərinin kəsr hissələri cəminin qiymətli hissəsini tapın. Kəsr hissələrini toplayıb qiymətli hissəsini tapmaq lazımdır. Deməli şagirdlər, mənfi 2,9 ədədinin bilməliyik ki, bu tam hissədir, mötərizə. Tam hissəsi mənfi 3'dür. Yəni, mənfi ədədlərin tam hissəsi mənfi qarşıq ədəd deyək də, mənfi 2,9'dur, bu bilirsiniz. Tam hissəsi bir vahid kiçilir, olur mənfi 3. Kəsir hissəsi isə tama tamamlanır. Yəni, bu da 0,1'dir. Yəni, deməyim odur ki, məsələn, baxın, mən yazıram, müsbət 2,9. Görürsünüz. Ümumiyyətlə, ədədin kəsir hissəsi ədədin özündən tam çıxdığı zaman olur. Yəni, ədədin özündən tamını çıxsaz, hər zaman kəsir hissə qalır. Yəni, hər zaman olur kəsir hissə.
İndi fikir verin, 2,9-dan mən 2 çıxmalıyam ki, 0,9 kəsir qalsın. Bu mənfi ədədlərdə də belədir. Baxın, indi baxın, mənfi 2,9-dan çıxıram tam hissəni, yəni mənfi 3-ü. Bu da nə eləyir? Müsbət 0,1 eləyir. Gördünüz, kəsir hissə qaldı. Bax, çox diqqətli olursunuz, çox diqqətli olursunuz. Deməli, mənfi 2,9-un kəsir hissəsi neçə oldu? 0,1 üzərinə gəlirəm. Mənfi 3,4-ə baxırıq. Mənfi 3,4-ün tam hissəsi bir vahid kiçildi. Oldu neçə? Mənfi 4. Bəs kəsir hissə nədir? Tama tamamladıq. Yəni, mənfi 4-ün üzərinə nə gələk? Təbii ki, 0,6 gələk ki, 3,4 qalsın. Bunun kəsir hissəsi oldu 0,4. Ümumiyyətlə, şagirdlər, kəsir hissə 0 daxildir və 1 daxil deyil aralığında yerləşir. Təbii ki, kəsir hissə 0 ola bilər. Məsələn, 5. Görürsünüz, 5-in kəsiri yoxdur. Amma 1 ola bilməz. 1 olsa tama tamamlanır. Ona görə də kəsir hissə deyəndə 0 ilə 1-in arasında, ortasında axtarın. Üzərinə gəl. 6,3-ü görürsünüz. Elə bunu oxuyun. 6,3 görürsünüz, 0,3. Yəni, bunun artıq heç bir dəyişiklik baş vermir. Olur, bunun kəsir hissəsi 0,3. 7,9-un da 0,9. Bunları toplamaq lazımdır. 10 qəpik, 60 qəpik, 30 qəpik, bu da 90 qəpik. Yəni, əgər toplamada da, məsələn, qarışdıran, hər hansı səhv edən şagirdlər varsa, yəni pul formasında hesablayın, geçsin. O zaman səhviniz olmayacaq. 0,7, 1, 1,9. Deməli, şagirdlər biz aldıq 1,9. Bizə deyirdi ki, cəminin qiymətli hissəsini tapın. Elə tapdığımız qiymətli hissədir. Çünki qiymətli hissə 1 daxildir. Qiymətli hissə və tərtib anlayışı. Mənim kanalımda var, bu barədə izləyə bilərsiniz. 1 daxildir, 10 daxil deyil aralığında yerləşirmi? Təbii ki, 1,9 yerləşir. Deməli, onda qiymətli hissədir. Bura vergül düşməyib. 1,9. Növbəti. Nisbətən çətinliyi artırılmış sual şagirdlər. 8-ci suala baxırsınız. Aşağıdakilərdən hansı doğrudur? Onu da qeyd edeyim ki, həqiqətən çox maraqlı suallar var. İşlədiyiniz zaman şahidi olacaqsınız zaten. Kitabı əldə edib yararlana bilərsiniz. Fikir verin. Diqqətlə baxın. Belə bir şəkildir. Belə bir şəkildir. Şagirdlər. Bura M-dir. Bura N-dir. Bu bucaq C bucağıdır. Bu bucaq A bucağıdır. Bu bucaq da B bucağıdır. Burada Q-dir. D1 də D2-yə paraleldir. Bu D2-dir. Bu da D1'dir. Deyir ki, hansı doğrudur aşağıdakilərdən? Diqqətlə baxın. Belə tipli suallarda 3-cü xətti çəkə də bilərsiniz. Məsələn, baxın, bu xətti buradan paralel çəkə də bilərsiniz. Daha çox istifadə olunandır. Bunu buradan birləşdirə də bilərsiniz. Yəni, lazım olan, mümkün olan xətləri çəkin. Bir dəqiqə. Çəkdik. Bunu axıra kimi çəkirəm, paraleldir. Bunu da çəkdim axıra kimi, görürsünüz. Sonra şagirdlər, baxın, bunu da birləşdirdim buradan. Bunu da düşürtdüm aşağı. Üç bucağa tamamladım. Bu C-dirsə, şagirdlər, baxın, bu C-dirsə, bura nədir? Qonşu bucağında, yəni 180 çıxılsın C-dir. Elə deyil. Bu 180 çıx C bucağı ilə, bu bucaq uyğun bucaqlar. Yəni, bir-birinə bərabərdir. Yəni, burada 180 çıxılsın C bucağıdır. Və B bucağı var. Baxın, bu bucaq xarici bucaqdır. Bu üç bucağın, baxın, bu gördüyünüz üç bucağın xarici bucağı. Yəni, xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir xassəsidir bu. Buradan da 180-ə bərabər cavab kimi nəzər alsaq, B çıx A plus C bərabərdir 180 variantını izləyirik. B çıx A, burada C üstə gəl B çıx A-da yarayır, yəni bu variant da doğrudur. Sonra bu neçənin sualı idi? 6 idi, 7 olsun. Növbəti bu suala baxaq. 8-ci sualımız. Deyir, AB ədədinin A faizi ilə AB ədədi 10-a üstəgəl B-dir. A faizi. Ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. A faizi ilə
BA ədədinin B faizinin fərqi. BA ədədi də 10B üstəgəl A vurulsun B bölünsün 100 bərabərdir 1.3. Yəni 1,3-dürsə A kvadratı çıx B kvadratını bizdən soruşur. Şagirdlər fikir versəz, vurub açıram 10A kvadratı plus AB çıx 10B kvadratı minus AB. Mənfi varsa diqqətli oluruq. Bir dənə ortaq məxrəc, o da 100-dür. Bərabərdir 1,3. Buradan AB-lər gedər. Qalar nə? 10A kvadratı minus 10B kvadratı bərabərdir. Çarpaz vursaq 1,3-ü 100-ə eləyər 1300. Hər tərəfini 10-a bölsək, mötərizə xaricinə çıxardırıq onu. Eləyəcək neçə? 130. Yəni bizdən də elə onu soruşur. Cavab oldu 130. 9-cu suala baxıram. 9-cu suala. Deməli şagirdlər, sual qeydə alıram. Hündürlükləri bir təpə nöqtəsində kəsişən ABC üçbucağının həmin təpədən çıxan medianı 4 sm olarsa onun sayəsini tapın. Deməli hündürlükləri bir təpə nöqtəsində kəsişən üçbucaq bilirsiniz ki, düzbucaqlı üçbucaqdır. Baxın burada. Katet hündürlükdür, bu katet hündürlükdür, C isə hipotenuzdur. Üçüncü hündürlük budur, hipotenuza çəkilən hündürlükdür və ən kiçik hündürlükdür. İndi mənə onu soruşmur. Sadəcə izah eləmək üçün dedim. Və bunlar bərabər yanlıdır. Axırda şərt verir. Bura adırsa, bura da adı. Buradan çıxan median 4 cm-dir. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median həm hündürlükdür, həm də tənböləndir. Xassəsini nəzərə alsaq, yəni bu da artıq tənbölən oldu. Və həm də hündürlükdür. Biz də bilirik ki, düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. O zaman hipotenuz neçədir? Hipotenuz 8-dir ki, median onun yarısına bərabərdir. Bu üçbucağın sahəsini soruşur. SABC necə tapırıq? Tərəfə çəkilmiş hündürlük asinin yarısı. Cavabımız elədi 16. Və yaxud SABC-nin sahəsini H kvadratı da deyə bilərdiniz. 10-cu suala baxaq. Çox həddi ilə bağlı sual, çox həddi bir həddi məşhurdur buraxılış imtahanlarına 100% gəlir. 10-cu sual. Bu videonu 10 sualla dayandıracağım. Növbəti ikinci hissədə də inşallah çox maraqlı suallar olacaq. 32 vurulsun 0,5 vurulsun xy kubu üzərində kvadrat. Bir ədlisini standart şəklə gətirib əmsalını tapın. Deməli şagirdlər, standart şəklə gətirmək üçün əvvəlcə mötərizənin içini həll edək. 10-da 5 bilirsiniz ki, 2-də 1-dir. Kvadratı da eləyəcək 4-də 1. X üstü, burada 1 var. 1 2-yə vuruldu 2. Y üstü, 3 2-yə vuruldu, elədi 6. 32 ilə 4-də 1 ixtisar gedir 8. X kvadratı, Y üstü 6. Bunun əmsalını soruşur. Elə biz əmsalının 8 olduğunu gördük. Yəni cavab B variantı. Əgər qüvvətini soruşsaydı, bir ədlinin qüvvəti necə tapılır? Üzərlər toplanır. 2-nin üzərinə 6 gəlirsiniz, cavab 8 eləyəcək. Və yadınızda saxlayın ki, bir ədli natural üslü dəyişənlərin hasilindən ibarət olan bir ifadədir. Məsələn, bu bir ədli deyil. Məsələn, bu bir ədli deyil, çünki üzərində natural ədəd yoxdur. Görürsünüz, bu olmaz. Amma əziz şagirdlər, baxın, bu bir hədlidir. Niyə? Çünki bu artıq əmsaldır. Yəni, əmsalı parametrlə qarışdırmayaq. Məsələn, baxın, 4AB bölünsün 2. Artıq bu da bir ədli deyil. Çünki 4AB vur C üstü mənfi 1 deməkdir bu. Amma 4AB bölünsün, məsələn, 7 bir ədlidir. Çünki bu 7-də 4 AB deməkdir. Görürsünüz, 7-də 4 onun əmsalıdır. Bunları qarışdırmayın. Hər birinizi uğurlar əziz şagirdlər, növbəti dəstək videosunda görüşmək ümidi ilə. Sağ olun.